Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. 5 dekabr 2025-ci il tarixindəyik və biz sabahdan etibarən, yəni 6 dekabr tarixindən etibarən dekabr qrupları üzrə tarix fənnindən MİQ sertifikasiya hazırlıqlarımızın ilk dərsinə başlayacağıq. Və 7 dekabr tarixindən etibarən artıq dekabr qrupuna qeydiyyatın fəaliyyətini dayandıracaq və biz yanvar qruplarına artıq elan verəcəyik. Yəni yerlər məhduddur. Bugün və sabah etibarı ilə mən dekabr qrupuna müdavim müəllim qəbul edə bilərəm. Bunun üçün də nəzərdə tutulan qeydiyyat nömrəsi ilə əlaqə saxlamaq lazımdır və dekabr qrupuna yazılmaq lazımdır. Artıq 7 dekabrdan etibarən bu mümkün olmayacaq. Dekabr qruplarımız həftədə 2 dəfə, 2-ci və 6-cı günlər saat 19:30 ilə 21:00 arasında baş tutacaqdır. Dərslərimizin sual-cavab prosesi Zoom platforması vasitəsilə həyat keçiriləcək. Video izahlar, testlər, test izahları Kurikulum Az saytı vasitəsilə tədris olunacaqdır. Və Zoom'da edilən sual-cavablar zamanı hər müəllimə minimum 40-50 sual payı, ümumilikdə 90 dəqiqə ərzində 2000-3000 sual-cavab prosesi təşkil olunacaqdır. Və Zoom sual-cavablarında hər hansısa bir pərakəndəlik və yaxud da ki, səs, anarxiya mümkün ola bilməz. Səslər bağlı olacaq və mən hansı müdavimə, hansı müəllimə müraciət edəcəyəmsə, həmin müəllim sualları cavablandırıb keçəcəyi digər suallar, digər müəllimlərinə olan suallara. Və Zoom'da edilən sual-cavablar özü də ekran kaydı olunaraq Kurikulum Az saytına yükləniləcək və beləliklə müdavim istədiyi dərsi, istədiyi testi, istədiyi Zoom'da sual-cavabı dekabr ayının dərsini fevral ayında da görə biləcək, fevral ayının dərsini may ayında da görə biləcək, mart ayının dərsini may ayında da görə biləcək. Proqram 6 aya əhatə edəcək və biz dekabr ayının 6-sından may ayının 20-sinə qədər olan bir müddət ərzində proqramı yekunlaşdıracaq və sertifikasiya imtahanında nəzərə alaraq may ayının 20-sindən ta ki iyun ayının 20-sinə qədər olan bir ay müddətində biz təkrar prosesimizi həyata keçirəcəyik. Yenə də qeyd edirəm, artıq dekabr qrupu üzrə yerlər dolmaq üzrədir. Sadəcə məhdud sayda yerlər qəbul edilə bilər. O da bugün və sabah üçün qeydiyyat mümkündür. Artıq 7 dekabrdan etibarən biz yanvar qruplarına start verəcəyik və dekabr qrupunda qeyd etmək istəyirəm ki, ilin son endirimli qrupu hesab olunurdu. Hər kəsə uğurlar, müvəffəqiyyətlər arzulayıram.